Çoxsaylı vətəndaşları aldadaraq onların adına şirkətlər açmaqda ittiham olunan mütəşəkkil dəstə üzvləri ifşa edilib. Qlobalas Qafqaz Infoya istinadən xəbər verir ki, Baş Prokurorluq tərəfindən aparılan araşdırmalar nəticəsində ona yaxın şəxs cinayət məsuliyyətinə cəlb olunub. Təqsirləndirilən şəxslər arasında Şarm Design MMC-nin rəhbəri Elton Səlimov, Kanarya.LLD MMC-nin rəhbəri Çələbi Məmmədov, Zinaf Ltd MMC-nin rəhbəri Rövşən Hüseynov və onlarla əlbir olmaqda ittiham edilən digər şəxslər də var. İş materiallarında yazılıb ki, həmin şəxslər müxtəlif vətəndaşları aldadaraq onların adına Voyenlə şirkətlər rəsmiləşdirib, sonradan isə bu hüquqi şəxslər vasitəsilə müxtəlif maliyyə əməliyyatları həyata keçiriblər. Zərər çəkənlərdən biri yalnız Dövlət Vergi Xidmətindən bildiriş aldıqdan sonra adına açılmış şirkətin 55 min manat vergi borcu yarandığını öyrənib. Digər bir şəxs isə xaricə səfər etmək istəyərkən ölkədən çıxışına məhdudiyyət qoyulduğunu, adına açılmış şirkətlərə görə 40 min manatdan artıq vergi borcu yarandığını bilib. İstintaq zamanı məlum olub ki, sonuncu şəxsin adına rəsmiləşdirilən şirkətlər üzrə ümumilikdə 1 milyon manatdan çox dövriyyə qeydə alınıb.